Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizlərə güvənin son sınaq imtahanında, yəni blok imtahanında, 11-ci siniflərin blok imtahanında bu sözlə bağlı bir sual var idi. O sual müəyyən fikir ayrılıqlarına səbəb olub, ona cavab vermək üçün videonu çəkməyə özümə borc bildim. Və orada sual belə idi ki, hansı cümlələrdə xitab isimlə ifadə olunmamışdır? 5-ci cümlə belə idi, qızarmış sevgilim al yanaqların. Yəni biz bunu cavab kimi seçməmişik. Yəni xitabı orada sevgilim sözünü biz isim kimi götürmüşük. Amma bəzi müəllim yoldaşlar və yaxud da şagirdlər iddia edirlər ki, bəs bu söz isim yox, sifətdir. Nəyə dayanıb deyirlər? Deyirlər ki, bəs DİM-in 2020-ci il abituriyent jurnalının model, yəni jurnalında, model testlərdə orada bunu sifət kimi götürüb. Yəni bilirəm, onu mən də görmüşəm. Onun haqqında çoxlu müzakirələr olub. Onu bilir. Yəni indi gəlin sizə bu sözün sevgili sözünün isim və ya sifət olduğunu elmi olaraq izah edeyim. Və bundan əlavə bir çoxları da deyirlər ki, izahlı lüğətdə də bu söz sifət kimi verilib. Yəni belə başdan deyim ki, izahlı lüğət ümumiyyətlə sözlərin mənasını yəni açıqlayır, izah edir. Yəni orada bir çox morfoloji xüsusiyyətlər də xətalar var. Yəni özünüz də baxıb görə bilərsiniz. Mən indi o izahlı lüğətinə, xüsusiyyətinə bağlı bir şey demək istəmirəm. Çünki izahlı lüğətə ümumi yanaşıblar. Yəni üslubu bir iş kimi yanaşıblar. Məsələn, bəzən elə sözlər olur ki, yerinə görə bir-birini əvəz eləyə bilər. Yəni üslubu sinonim kimi ola bilər, amma bu sözlər sinonim olmaz. Məsələn, balaca ilə uşaq sözü bəlkə də yerinə görə bir-birini əvəz eləyər. Biz bunu belə deyək ki, yəni əvəz elədik deyə ona sinonim deyə bilmərik. Çünki biz nə deyirik? Sinonimlər eyni bir nitq hissəsinə aid olmalı. Yəni qrammatika bölməsindəki xüsusiyyətləri leksikologiya bölməsindəki məqamlara görə bir qayda formalaşdıra bilmərik. Yəni onlar ayrı-ayrı xüsusiyyətlər olduğu üçün, necə ki, məsələn, nərə sözü, düzdür, yazılışı, deyilişi belə baxışda eynidir. Amma onların görürsünüz ki, tələffüzdə fərq var. Yəni, fonetika bölməsində bu sözün yazılışı, deyilişində fərq yoxdur. Amma leksika bölməsində istərsəniz fərqlənir. Biz bunu amonim deyə bilərikmi? Xeyr, amonim deyə bilmərik. Çünki onların predmetləri ayrı-ayrı, yəni bölmələrin xüsusiyyətləri ayrıdır. Yəni mən fonetikada bu yazılış, deyiliş fərqlənmir deyə nərə sözü ilə nərə sözünü amonim götürün, bu düzgün yanaşma deyil. İndi gəlirik sevgili sözü, isimli yoxsa sifət. Baxaq, ümumiyyətlə yadda saxlayaq ki, lı-li şəkilçisi, bəli, amonim şəkilçidir. Və bu sözlə həm isimlər düzəlir, həm sifət düzəlir. Ümumiyyətlə, lı-li ilə düzələn isimlərdə əsasən yadda saxlayaq insan anlayışı olur. İnsan anlayışı. Amma sifətlərdə isə bu anlayış yoxdur. Məsələn, nəyə görə deyirəm? Tutaq ki, yazırıq bura məktəbli şagird, məktəbli, şəhərli, kəndli və s. Baxın, məktəbli deyəndə nə gəlir? Yəni, şəxs gəlir, insan anlayışı gəlir. Şəhərli də, kəndli də. Amma sifətlərdə belə bir şey yoxdur. Məsələn, dərdli, duzlu. Məsələn, belə bir şey yoxdur. Düzdür, yəni, burada əlamət ağlımıza gəldi. Əlamət və keyfiyyət. Amma mən məktəbli, şəhərli, kəndli deyəndə burada insan anlayışı gəlir ağlımıza. İkinci məqam odur ki, bax, bunu fərqli formada deyə bilərəm. Məsələn, dərdli insan deyəndə, dərdi olan insan kimi düşünək. Dərdi olan insan. Məsələn, duzlu yemək deyəndə, duzu çox olan yemək mənasında düşünək. Duzlu yemək deyəndə, duzu çox olan yemək. Amma məktəbli uşaq deyəndə, məktəbi olan uşaq düşünə bilmərik. Məsələn, şəhərli insan, şəhəri olan insan demirik. Yəni, burada görürsünüz ki, bunun buna aidliyi var. Düzdür, burada isə dərdin buna aidliyi var. Dərdi olan insan. Yəni, məzmunlarına fikir verirsinizsə, məktəbli uşaqda uşağın məktəbə aid olduğundan söhbət gedir. Məktəbdə oxuyur, şəhərli insan şəhərdə yaşayır, kəndli kənddə yaşayır və s. Amma dərdli insanda isə dərdi olandan söhbət gedir. Duzlu yeməkdə duzu çox olan yeməkdən söhbət gedir və s. Digər bir məqam isə, bura bir dənə fikir versəz, bunu təmizləyim. Bura bir dənə fikir verin. Məktəbli, şəhərli, kəndli. Məsələn, burada dərdli dedik. Sifətlərin sıssız şəkilçisi ilə əks versiyasını düzəltmək olur. Yəni, hamısını deməsək də əksəriyyətini düzəltmək olur.
Duzlu sözündə də yenə baxın. Məsələn, dərdli insan, dərdsiz insan deyə bilirik. Məna dəyişirmi? Demək o ki, xeyr. Yəni burada sadəcə dərdi olmayan insan mənasını düşünürük. Duzlu yemək, duzsuz yemək. Duzsuz yemək. Məna dəyişirmi? Xeyr. Yəni görürsünüz ki, məzmun yenə duzdan söhbət gedir. Amma məktəbli uşaq deyəndə, məktəbdə oxuyan uşaq deyir. Amma məktəbsiz uşaq desək, ümumiyyətlə elə şey olur. Yəni o məktəbdə uşaq yoxdur deməkdir. Görürsünüz, məna tamamilə alınmır. Yəni bu sifətlərdə olan məqam burada olmur. Yəni, buna diqqət edirik. Yəni isimlərlə sifətlərin l-li şəkilçisindən yaranmasına baxmayaraq, l-li şəkilçili isimlərdə insanlaşı olan sifətlərdə olmur. L-li şəkilçili sifətlərin s-sizlə əks formasını düzəltmək olur. Yəni əksəriyyətinin hamısını olmasa da tutaq ki, məsələn deyəcəksiniz ki, məsələn necə bir söz deyək, məsələn yaşlı insan deyim, yaşlı insan. Məsələn biz ona yaşsız insan desək biraz məntiqsiz olur da, düzdürmü? Yəni yaşsız görürsünüz, mənanı vermir. Çünki elə bir yaşsız insan belə yoxdur. Aydın oldu. Yəni bu hamısını düzəltməsə də, amma əksəriyyəti düzəlir və məqam, məzmun itmir. Bu şəkildə yadda saxlayın. Amma tutaq ki, məktəblidə biz bunu məktəbsiz düzəltsək tamamilə fərqli məzmun alınır. Məsələn, şəhərli insan, şəhərsiz insan tamamilə fərqli bir şey. Yəni bunu bu şəkildə qrammatik olaraq bəlkə düzəldi bir şey edə bilər, amma görürsünüz, məna tamamilə fərqlənir. İndi gəlirik sevgili sözünə. Sevgili sözdən də fikir verin. İlk olaraq ağla gələn nədir? Şəxs. Yəni sevgili sözündə ağla gələn şəxsdir. Burada başqa ağla gələn nəsə varmı? Xeyr, yoxdur. Düzdür? Yəni şəxsi düşünürük biz buradan. Yəni sevgili. Mənim sevgimə aid olan mənası. Yəni sevgisi olan düşünülmür. İşlədə bilərik. Məsələn, sevgili dostlar, sevgili uşaqlar və s. Burada əziz məqamında işlənə bilər. Bəli, üslubu əvəz etmə var burada. Üslubu əvəz etmə. Yəni biz buna necə deyim? Yəni isimləşmiş sifət deyə bilmərik. Niyə? Çünki bunun dediyim məsələ budur ki, yəni burada sevgili sözü, yəni sevgisi olan insan demək deyil. Yəni mənim sevgimə layiq olan deməkdir burada. Məsələn, sevgilim ki, məsələn deyirsinizsə, tutaq ki, mənim sevgimə layiq olan mənasındadır. Yəni sevgisi olan insan mənasında deyil. Yəni sevgili dostum deyib, sevgisiz dostum necə işlədə bilərik? Sevgisiz dostum. Görürsünüz, tamam fərqli məqam, başqa məqam ortaya çıxır burada. Məna tamamilə dəyişir. Yəni bu sevgili sözündən tamamilə fərqli bir şey yaranır. Yəni burada sevgili, tutaq ki, sevgisi olan deyildi ki, buna sevgisiz dostum dedim yenidən. Yəni bu şəkildə diqqət edir ki, bəli, sevgili sözü isimdir. Yəni sevgili sözü isimdir. Sevgili sözü sifət deyil. Çünki sifətlərin yaranma xüsusiyyətləri ilə bu sözün yaranma xüsusiyyətlərində tamamilə fərqli məqamlar olduğunu görürük. Necə ki, l-li ilə düzələn sözlər isimlərdə insanlayışı olur, sevgilidə də insanlayışı var. Yəni fərqli əlamət, yəni anlayışı üstünlüyü təşkil etmir burada. Amma dərdli, duzlu, tutaq ki, yaşlı, sulu və s. Burada görürsünüz ki, daha çox əlamət və keyfiyyət məqamı öz əksini tapır. Bundan əlavə deyir, bəli, bir əvvəldə dediyim kimi, bəli, DIM bunu model testlərində sifət kimi verib. Gəlin sizə belə bir şey göstərim. Nə göstərim? Məsələn, DIM-in 2019-cu il test toplusu və o test toplusunda isimlərin morfoloji təhlili ilə bağlı 70-ci suala nəzər yetirək. Nümunədəki isimlərlə bağlı düzgün fikirləri müəyyən edin. Baxın, sevgilim sözü altından xətt çəkilib və burada da işlənib. Cavab 1-2 götürülüb. Altından xətt çəkilmiş söz həm mənsubiyyət, həm də hal şəxsi qəbul edilir. Deyə bilərsiniz, müəllim, burada söz deyir, amma şərtdə nə deyir? Nümunədəki isimlərlə bağlı düzgün fikir. Yəni buna isim kimi yanaşır, bax, altından xətt çəkilmiş söz həm mənsubiyyət, həm də hal şəxsi qəbul edib. Deməli, söhbət bundan gedir, bu isimdən gedir. Sonra bütün misralarda mənsubiyyət şəhidçili söz var. Sevgilim mənsubiyyət şəhidçilidir, düzdür? Sonra məsələn, sevgilim gözəldir, yenə ikinci misrada mənsubiyyət şəhidçisi var. Yəni dediyim odur ki, bax, DIM, bax ki, 2020-də belə yanaşıbsa, öz test toplusunda buna isim kimi də yanaşdığı məqamlar var. Bundan əlavə, elmi ədəbiyyatdan sizə nümunə verim. Dilçilik institutuna məxsus Azərbaycan dili morfologiya vəsaitində bu söz, diqqət eləyin, l-li şəkilçisi vasitəsilə isim köklərindən cümlədəki yerlərinə görə yer münasibəti, keyfiyyət, sahiblik, familiya, əlamət, nəsil, ailə mənalarını ifadə edən düzəltmə isim əmələ gəlir. Baxın, burada da sevgilisinin olmadığını yəqin eləyən kimi bu nümunəni də verib. Deməli, bu sözü biz bunlara əsaslanaraq həm yaranma xüsusiyyətlərinə görə, həm morfoloji xüsusiyyətlərinə görə, həm məna xüsusiyyətinə görə biz bunun isim olmasını desək,
daha doğru olar. Yəni təbii ki, bu söz nədir? Hansı nitq hissəsidir? İsimdir. Yəni buna sifət kimi yanaşmaq xətalı olar. Əlbəttə ki, gördünüz, dinlədiniz, rəylərdə fikirlərinizi bildirə bilərsiniz. Yəni bu izahla sevgili sözünə sifət demək doğru olar, yoxsa isim demək daha doğru olar. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.